Həsəd yaxşılıqları yeyər, məhv eləyir. Atəş necə odunu yandırıb külə çevirir, həsəd də əməlləri bu cür məhv eləyir. Əməllərin təbii təsiri vardır. Sən İstəsən də, istəməsən də, bilsən də, bilməsən də. Atəşin kənarında oturmuşuqsa, əlimizi atəşə vururuqsa, o bilərəkdən, bilməyərəkdən yandıracaq mənim əlimi. Bir mayeni su olaraq su bilib içiriksə, onu bilsəm də zəhərdir, bilməsəm də zəhərdir, o məni öldürəcək. Çünki zəhərdir, zəhərin təsiri var. Günahlar da belə dərzidir. Bilsək də, bilməsək də, bəzi vaxt insanın ruhuna dağıdıcı təsirini göstərir. Dağıdıcı təsir. Quran oxunan zaman qulaq asmaq lazımdır. Qur'anı dinləmək lazımdır. Qur'an oxunan yerdə söhbət olmaz. Allah danışan yerdə bəndə susmalıdır. Qur'anı dinləmək lazımdır. Qur'an oxunan zaman əgər mən danışıramsa və hörmətsizlik eləyirəmsə, bu özü əməllərimizin puç olmasına səbəb ola bilər. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil aləmin vəl aqibətu li əhli təqva vəl yaqin. Salam dəyərli dostlar, hörmətli möminlər. Xoş gördük sizi verilişimizin bugünkü buraxılışında. Verilişimizin mövzusu Hucurat surəsinin təfsiri hədislər əsasında. Keçən verilişdə ikinci ayədə qeyd olunan mühüm bir məsələni diqqətinizə çatdırdıq ki, əməllərin puç olma məsələsi. Qeyd elədik ki, bəzi günahlar insanın əməllərini puç eləyir. Ona görə də diqqətli olmalıyıq ki, əməllərimizi hədər verməyək, məhv eləməyək bəzi günahlar vasitəsilə. Və həmçinin bu ayədə qeyd olundu ki, Peyğəmbərə hörmətsizlik və Allaha hörmətsizlik, ədəbsizlik əməllərin puç olmasına səbəb olur. Günahlar təsirə malikdir, əzizlər. Günahlar bəzi vaxt insanın əməlləri məhv eləyir, bəzi günahlar. Elə bu ayədə də məhz həmin mövzu önə çəkilir. Günahların iki cür təsiri ola bilər. Təşrii və təklifi təsiri, bir də təkvini və təbii təsiri. Təşrii təsir və təklifi təsir bundan ibarətdir ki, insan hər nə addım atırsa bu dünyada, əgər günahdırsa, onun cəzasını axirət dünyasında görəcək. Və ya savabdırsa, yaxşı əməldirsə, mükafatını görəcək. Burada bir dənə məsələni qeyd eləmək lazımdır ki, təklifi məsələdə bilmək, bilərəkdən, bilməyərəkdən o işi görməklik məsələyə təsiri vardır. Yəni, bilməyərəkdən əgər insan bir dənə günah yerinə yetiribsə, onun cəzası yoxdur, atəş yoxdur onun. Amma bilərəkdən görübsə, bəli, cəzası vardır. Amma buna baxmayaraq, günahın təbii təsiri də var. Mən bilmədim, bu günahı gördüm, bu addımı attım. Bu o demək deyil ki, bəli, axirət dünyasında cəzası yoxdur. Amma onun təbii təsiri var. Təbii təsiri var. Fizika qanunlarına əsasən, fizika qanunlarında necə təsirə malikdir? Burada da eləncə. Hər günahın təbii təsiri var. Və bu təbii təsirlərdən biri də budur ki, günahların bəziləri gəlib əməllərimizin puç olmasına səbəb olur. Bir hədis qeyd eləmişəm, buyurur ki, həsəd barəsində, paxıllıq barəsində. Buyurur ki, əl-həsədu yəkulul həsənat. Həsəd yaxşılıqları yeyər, məhv eləyir. Kəma təəkulun narul hətəbə. Atəş necə odunu yandırıb külə çevirir, həsəd də əməlləri bu cür məhv eləyir. Xəbərimiz olmadı. Ayənin axırında və əntum la təşurun kəlməsi qeyd olunub. Əntum la təşurun kəlməsi buna işarə eləyir ki, yəni əməllərin təbii təsiri vardır. Sən istəsən də, istəməsən də, bilsən də, bilməsən də. Əgər biz atəşin kənarında oturmuşuqsa, əlimizi atəşə vururuqsa, o bilərəkdən, bilməyərəkdən yandıracaq mənim əlimi. Əgər bir mayeni su olaraq su bilib içiriksə, onu bilsəm də zəhərdir, bilməsəm də zəhərdir, o məni öldürəcək. Çünki zəhərdir, zəhərin təsiri var. Günahlar da belə dərzidir. Bilsək də, bilməsək də, bəzi vaxt insana
insanın ruhuna dağıdıcı təsirini göstərir, dağıdıcı təsirini. Allah Teala deyir ki, və entum la təşurun, yəni sizin xəbəriniz olsun, olmasın. Bunun təbii təsiri vardır. Düzdür, qiyamətin günü bilmədiyinizə görə əzab yoxdur. Amma ruhunuza təsir göstərəcək. Hörmətsizlik, ədəbsizlik, başqalarının hörmətinə xələl gətirməklik, İnsan həmin an etdiyin işin nə qədər dağıdıcı olduğunu bilsə də, bilməsə də, o onun ruhuna, onun mənəviyyatına, onun nəfsinə öz təsirini göstərəcək. Əməllər puç olacaq, tofiqi əldən gedəcək, müvəffəqiyyəti aradan gedəcək, bəzi işlərdə müvəffəq olmayacaq və bəzi vaxtda qəlbi sərtləşəcək, qəsavət boğacaq onu. Təbii olaraq bu təsirə malikdir. Quran mədəniyyətində əməllərin puç olması adətən küfr və şirk üçün qeyd olunub. Quranda, məsələn, Ali İmran surəsinin 21-ci ayəsində və yaxud da Bəqərə surəsinin 217-ci ayəsində Allah Teala deyir ki, küfr və şirk əməllərin puç olmasına səbəb olur. Və bu ayədə Hucurat surəsinin 2-ci ayəsində Peyğəmbərin huzurunda ədəbsizlik, Allahın huzurunda ədəbsizlik eyni təsirə malikdir. Bu cəzadakı bərabərlik və eynilik bizə bu mətləbi çatdırır ki, Allah qarşısında, Peyğəmbər qarşısında, ümumiyyətlə müqəddəsat qarşısında, müqəddəslərə hörmətsizlik, Allaha hörmətsizlik, Peyğəmbərə və müqəddəslərə biz keçən verilişdə qeyd elədik ki, Allah müqəddəsdir və müqəddəsliyin zirvəsindədir. Allaha nisbəti verilən hər bir şey də müqəddəsdir. Allahın kəlamı da müqəddəsdir, Allahın rəsulu da müqəddəsdir. Allahın kəlamına hörmətsizlik səbəb ola bilər əməllərin puç olmasına. Peyğəmbərə hörmətsizlik bu ayədə qeyd olunduğu kimi Peyğəmbərin yanında səsini ucadan qaldırmaq hörmətsizlikdir. Allahın kəlamına hörmətsizlik səbəb ola bilər ki, əməllərimiz məhv olsun. Allahın kəlamına hörmətsizlik nümunə olaraq Quran oxunan zaman qulaq asmaq lazımdır. Qur'anı dinləmək lazımdır. Quran oxunan yerdə söhbət olmaz. Allah danışan yerdə bəndə susmalıdır. Qur'anı dinləmək lazımdır. Qur'ana əməl eləmək lazımdır. Qur'anı həyatımıza tətbiq eləmək lazımdır. Və əgər bunlar olmursa, hörmətsizlikdir. Qur'an oxunan zaman əgər mən danışıramsa və hörmətsizlik eləyirəmsə, bu özü əməllərimizin puç olmasına səbəb ola bilər. Bu ayə bunu deyir bizə. Necə şirk və küfr əməllərin puç olmasına və kül olmasına səbəb olursa, Peyğəmbərə hörmətsizlik də pucurdur. Şirk keçmişdəki bütün yaxşılıqları kül etdiyi kimi ilahi övliyaların hörmətini sındırmaq, müqəddəsata hörmətsizlik eləməkdə bu cür dağıdıcı təsirə malikdir. Bu cür dağıdıcı təsirə malikdir. Bu ayədə Allah Teala bunu çatdırmaq istəyir bizə. Allaha hörmət, Allah qarşısında ədəb, Peyğəmbər qarşısında ədəb, Əhl-i Beyt qarşısında ədəb və bunun davamında valideyn qarşısında ədəb, böyüklər qarşısında ədəb. Bunlar hamısı alim, ustad, bunların qarşısında ədəb bizim Qur'anın tövsiyəsidir. Və onların qarşısında ədəbsizlik bizim yaxşı əməllərimizin məhv olmasına səbəb olur. Bizim yaxşı əməllərimizin aradan getməsinə səbəb olur. Buna əsasən diqqətli olmaq lazımdır. Qur'ana nisbətdə, Peyğəmbərə nisbətdə, xüsusən bu dövrümüzdə bu hər özünə icazə verən insanlar çıxıb Qur'an barəsində, Peyğəmbər barəsində, müqəddəsat barəsində, ziyarətgahlar barəsində ürəyi istəyən sözləri deyirlər və hörmətsizlik eləyirlər. Bizim vəzifəmiz müdafiə eləməkdir. Bizim vəzifəmiz bu müqəddəs
məkanların hörmətini qorumaq, müqəddəsatların hörmətini qorumaq, Qur'anın hörmətini qorumaq, dinin, İslamın hörmətini qorumaqdır. Ən əsas vəzifəmiz axirət zamanda budur. Allahdan arzu edirəm ki, bizi bu yolda müvəffəq eləsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.